Усі бачать історичну далекобійну. Ukraynanın müdafiə sənayesi artıq ildə milyonlarla FPV dronu, strateji zərbə imkanları, raket tutucuları və milyonlarla mərmi istehsal etmək gücündədir. Ukrayna özünün uzaq mənzilli raket silahına da sahibdir. Bu silahlar sadəcə layihə deyil, artıq döyüş meydanında fəaliyyət göstərən real bir qüvvədir. Flamingo və Ruta, Peklo və Neptun, Polyanitsa və Vilxa. Bütün bunlarla artıq qürur duya bilərik və əmin olun ki, bununla kifayətlənməyəcəyik. Ukrayna. Ukrayna prezidenti Volodymyr Zelenskinin səsləndirdiyi bu fikirlər ölkənin müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Artıq söhbət təkcə silah istehsalından deyil, yüksək texnologiyaların döyüş meydanına inteqrasiyasından gedir. Xüsusilə FPV dronlar ucuzluğu, manevr qabiliyyəti və yüksək dəqiqliklə hədəfi vurmaq imkanına görə müasir müharibənin əsas alətlərindən birinə çevrilib. Bununla yanaşı Neptun kimi uzaq mənzilli raketlər dəniz və quru hədəflərinə qarşı effektiv zərbə gücü ilə seçilir. Vilxa reaktiv yayılım atəş sistemi isə yüksək dəqiqlikli idarə olunan raketlərlə düşmənin dərinlikdəki obyektlərini məhv etmək qabiliyyətinə malikdir. Peklo və Ruta kimi yeni nəsil sistemlər daha çox strateji zərbə və uzaq məsafədən hədəf məhv etmə funksiyası ilə diqqət çəkir. Digər tərəfdən Zelenskinin vurğuladığı kimi müharibə tarixində ilk dəfə olaraq bəzi mövqelər piyada qüvvələr olmadan ələ keçirilib. Bu isə yerüstü robotların və pilotsuz sistemlərin rolunun sürətlə artdığını göstərir. Reitel və Termit kimi robotlar əsasən kəşfiyyat və mina təmizləmə əməliyyatlarında istifadə olunur. Ardal və RIS platformaları isə silahlı dəstək və hücum tapşırıqları üçün uyğunlaşdırılıb. Zmi, Protektor və Volya kimi sistemlər müxtəlif yükdaşıma, yaralıların təxliyəsi və döyüş dəstəyi funksiyalarını yerinə yetirir ki, bu da Ukraynaya döyüş meydanında bir qədər üstünlük qazandırır. Son 3 ayda bu robotların 22 minə yaxın missiya icra etməsi onların artıq eksperimental deyil, aktiv döyüş elementi olduğunu sübut edir. Düşünürəm ki, Ukrayna bunu ilk növbədə pilotsuz sistemləri, hava və yerüstü dronları döyüş əməliyyatlarının mərkəzinə yerləşdirməklə edir. Bununla yanaşı, real vaxt kəşfiyyat məlumatlarını süni intellekt və rəqəmsal idarə etmə sistemləri ilə birləşdirərək qərar vermə sürətini ciddi şəkildə artırır. Eyni zamanda ucuz və kütləvi istehsal olunan FPV dronlarla bahalı ənənəvi silah sistemlərinə asimetrik cavab verir. Ölkə yerli müdafiə sənayesini sürətlə genişləndirərək innovasiyaların birbaşa cəbhədə sınaqdan keçirilməsinə nail olur. Bundan əlavə, robot texnikası və uzaqdan idarə olunan platformalar vasitəsilə canlı qüvvənin riskini minimuma endirir. Yəni, Ukrayna klassik müharibə doktrinalarını dəyişərək texnologiya əsaslı çevik və adaptiv döyüş modelini formalaşdırır. Ukraynanın dron texnologiyalarında əldə etdiyi üstünlüklər artıq beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Bu sahədə formalaşan təcrübə ölkənin müasir pilotsuz sistemlər üzrə aparıcı mərkəzlərdən birinə çevirir. Lakin bu üstünlüyün daha da inkişaf etdirilərək döyüş əməliyyatlarına yönəldilməsi və artıq müəyyən ərazilərdə qazanılan uğur bir sıra amillərdən asılıdır. İlk növbədə texnoloji istehsalın davamlılığı və kütləviliyi bu prosesdə həlledici rol oynayır. Bununla yanaşı elektron müharibə şəraitində dronların dayanıqlılığının artırılması əsas məqamlardandır. Belə sistemlərin koordinasiyalı şəkildə tətbiqi artıq klassik ordu modelindən fərqli, şəbəkə əsaslı döyüş strukturlarının formalaşmasına gətirib çıxarır. Əgər Ukrayna ucuz və effektiv sistemləri sürətlə yeniləyərək istehsalda üstünlüyünü qorsa, bu sahədə liderliyini möhkəmləndirə bilər. Bundan yanaşı, elektron müharibəyə qarşı davamlılıq, siqnal itkiləri və müdaxilələrə qarşı qoruma həlledici rol oynayacaq. Digər vacib amil dronların vahid idarə etmə şəbəkəsində koordinasiyalı şəkildə istifadəsidir. Eyni zamanda maliyyə, texnologiya və insan resurslarının davamlılığı bu inkişafın tempini müəyyən edəcək. Belə olan halda ya tam formalaşmış dron ordusu modeli yaranacaq, ya da inkişaf mövcud resurs çərçivəsində məhdudlaşacaq. Ukraynanın formalaşdırdığı bu model yalnız taktiki üstünlük deyil, həm də müasir müharibənin strukturunun dəyişdiyini göstərən strateji keçid mərhələsidir. Əgər dron istehsalı, süni intellekt inteqrasiyası və elektron müharibəyə davamlılıq paralel inkişaf edərsə, bu sistem artıq lokal deyil, geniş miqyaslı hərbi doktrinaya çevrilə bilər. Lakin bu üstünlüyün sabit saxlanılması fasiləsiz resurs axını və texnoloji yenilənmənin sürətindən asılıdır.